Salam, hər vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzi tərəfindən eksternat imtahanda iştirak edəcək namizədlərin imtahana burax vərəqəsini baxmağı sizə göstərəcəm. Və bunun üçün ilk öncə biz Google axtarış sisteminə daxil olmalıyıq. Və Google axtarış sistemində Dövlət İmtahan Mərkəzi yaxud da Dimqovaz yazaraq biz bura daxil ola bilərik. İndi biz Dimqovaz yazaq və ekranda açılan birinci səhifə Dövlət İmtahan Mərkəzi bura daxil oluruq. Və ekranda görürsünüz, aşağıda daxil olanda 19 aprel yekun attestasiya yazılacaq. Həmin o yazıya daxil oluruq. Görürsünüz, burada imtahana burax vərəqəsi yekun attestasiya. Bu başlığa daxil oluruq. Və burada şagirdlər üçün buraxış vərəqəsi var. Bura buraxış vərəqəsinin üzərindən vururuq və burada bizdən iş nömrəsi soruşur. Əgər iş nömrəsini bilirsinizsə, bura yazırsınız. Yox, iş nömrəsini bilmirsinizsə, yuxarıda qırmızı hərflərlə buradan yazısı yazılır. Buradan yazısının üzərindən vururuq və burada bizdən şəxs vəsiqəsinin nömrəsini sizə göstərəcəm. Və indi görürsünüz, burada AZ sözündən sonra yazılan, AZ sözünü yazmırıq. AZ sözündən sonraki 9 rəqəmli simvolları bizim vəsiqəmizin nömrəsidir. Fin kod isə aşağıda işarələnmiş son 8 rəqəmindən 7-si bizim fin kodumuzdur. Yeni vəsiqələrdə vəsiqənin nömrəsi burada AA ilə başlayan 9 rəqəmli simvol, fin kod isə burada identifikasiya nömrəsi yazılmış hissədir. Və indi ən son yeni vəsiqələri göstərim sizə. Burada da vəsiqənin nömrəsi AB ilə başlayan hissə, bu bizim vəsiqəmizin nömrəsidir. Aşağıda isə identifikasiya nömrəsi yazılmışdır və bu da bizim identifikasiya nömrəsi, yəni fin kodumuzdur. Və indi biz müvafiq məlumatları uyğun xanaya daxil edirik və burada AA ilə başlayan hissəni daxil edirik. Daha sonra fin kodumuzu vəsiqədə yazıldığı kimi daxil edək və ən sonda aşağı hissədə kod yazılır. Həmin kodu böyük hərflərin olduğu kimi yazırıq. TCR, ERB. Yəni bu şəkildə nə yazılıbsa onu qeyd edirik və daha sonra daxil düyməsini sıxırıq və əgər sizdə məlumat tapılmadı yazılsa narahat olmayın. Siz eksternat imtahan verici məktəbdən bu məlumatı əldə edə bilərsiniz. Yəni vəsiqənin məlumatlarını verməklə burax vərəqəsini əldə edə bilərsiniz. Yaxud da ki, elə birbaş sistemə daxil olsa, buradan siz iş nömrəsini artıq görürsünüz. İş nömrəsi burada hazırdır. 8 rəqəmli simvoldur və biz iş nömrəmizi buradan əldə edirik. Eyni zamanda burada sizin artıq 31 yanvar tarixində verdiyiniz aralıq imtahan var. Aralıq imtahan qiymətləri də burada əksini tapır. Yəni bu attestat qiymətləridir. Siz attestat qiymətlərini burada görürsünüz və attestatı əldə edəndə buradakı qiymətlər yazılacaq və ümumi şəkildə attestat təxminən iyun ayında namizədlərə təqdim ediləcək. Daha sonra artıq siz əvvələ qayıdırsınız və burada iş nömrəsini artıq biz öyrəndik, bura qeyd edirik. Vəsiqənizdə ad, soyadınız yazılsa o şəkildə soyadınız, adınız, ata adınızı biz bura qeyd edirik. Daha sonra buraxış vərəqəsini çap et vurursunuz. Yenə burada ola bilər sizdə məlumat çıxmaz, narahat olmayın. Məktəbə gedirsəz, məktəb də sizə təqdim edəcək, onsuz da sizinlə əlaqə saxlanılacaq. Və biz artıq görürsünüz, bizdə problem çıxmır və tövsiyə edirəm bunu siz Chrome-dan edəsiniz. Telefonda, iPhone-da, Safari-də edəndə problem çıxır. Və artıq biz imtahana burax vərəqəsini gördük. İmtahan harda keçiriləcək, saat neçədə bu haqda məlumat yazıb imtahana gedəndə şəxs vəsiqəsini aparırsınız, bir də bu vərəqi çıxarırsınız. Bunun rəngli və yaxud rəngsiz olması heç bir problem yoxdur. Hər hansı bir printer olan yerdən bunu çap edə bilərsiniz və buraxış imtahanında bilirsiniz ki, səhv düz aparmır və imtahan qaydalarına riayət edin. Çünki imtahanda köçürməyə yol versəz, köçürməyə şərait yaratsaz, imtahandan çıxarılacaqsınız və siz attestat əldə edə bilməyəcəksiniz. Bu şəkildə siz artıq buraxış vərəqəsini əldə etmiş olursunuz və bütün imtahan iştirakçılarının hər birinə uğurlar arzu edirəm.